demiştim. Sana demiştim ki ben senin evindeki deden Asif değilim. Bana xəyanət eləmək olmaz. Vətəndaş mövqeyimlə Rayət İmam Əliyev. Tez-tez qadın qətilləri ilə sarsılırıq. Mentalitet təfəkkürü ilə qadının öldürülməsində ağlımıza ilk gələn şey xəyanət olur. Əyyaş və narkoman ərindən bezib özünə qəsd edənin də, qisas məqsədi ilə paxıl padruqa tərəfindən oyuna gətirilib qətlə yetirilənin də, münaqişə zəminində bütün qətillərdə ağla gələn şey xəyanət olur. Qətillərin əleyhinəyəm. Ölüm əslində əbədi yuxudur. Tutalım, həyat yoldaşı pis yoldadırsa, ən gözəl variant boşanmadır. Əks təqdirdə onun ölümü əslində əri də arzu olunmaz biri edir. Günahsız qadınlar öldürülərkən təbii ki, saxta jurnalistlərin də köməyi ilə yazılarda xəyanət mövzusu oxunsun deyə ön plana düşür. Faciə təkcə ölən qadınla bitmir axı. Faciə əslində daha sonra başlayır. Kişi həbs olunur, azyaşlı uşaqları qatil atanın və xəyanət suçlusu ananın övladları olduğu üçün arzu olunmaz, baxımsız qalır. Nəticədə vaxtilə bir xoşbəxt ailənin azyaşlı qızı gələcəyin fahişəsinə, oğlu narkomana, ata qatilə, ana isə fahişə kimi yaddaşlarda qalır. Azərbaycan qadını müqəddəsdir. Çünki hamımızın dünya gəlişimiz ana bətnindən başlayır. Qadın ona görə namus ismət simvoludur ki, kişinin bakiri bilinməz, amma qadının bakirəliyi bilinər. Qadın baş tacımızdır. Təsəvvür edin, Azərbaycanlı bir kişinin atasını, qardaşını söysən mübahisə olacaq. Amma ana bacısını söysən qan düşməlidir. Xəyanət təkcə gizli cinsi əlaqə deyil. Sonu fəlakətlə bitəcək gizli yalana xəyanət deyilir. Bir qadın gözəllik salonundadırsa, ərinə yalandan uşağın məktəbinə gəlmişəm deməsi də, ərin dostlarla yeyib içərkən arvadına gömrükdəyəm malımız gəlib deməsi də, qısacası ailə daxili yalanların hamısı elə xəyanət səbəbidir. Həyatda baş verən bütün hadisələr səbəb və nəticə ilə əlaqədardır. Səbəb hadisənin baş verməsinə gətirib çıxaran amil, nəticə isə həmin səbəbdən qaynaqlanan hadisədir. Qadın qətillərində əsas rolu evli ikən başqası ilə eşq yaşayan qadınlar təşkil edir. Onların pis örnəyi bütün kişilərin öz xanımlarından şübhələnməyinə gətirib çıxarır. Mən həyatda sevgilisi ilə restoranda oturan tibb bacısının bu axşam xəstəxanada əməliyyatdayam, telefonuma zəng çatmayacaq deyə ərinə yalan danışıb sevgilisi ilə otelə getdiyinin də şahid olmuşam. Qısa müddətli taksi fəaliyyəti ilə məşğul oldum. Müştəri bir qadının sevgilisinə oteli tez təşkil elə, 3 saat vaxtım var, axşam ərim işdən qayıdacaq, şübhələnməsin deyənini də görmüşəm. Bütün bunlarla rastlaşan kişilər də xanımın zəngə gec cavab verməsində belə hallardan şübhələnirlər və nəticədə qurunun oduna yaş yanır. Evli qadınla sevgi yaşayan kişi də mənim üçün aşağılıq adamdır. Kişi başqa kişinin namusuna sataşmaz, papağını yerə soxmaz. Sadaladıqların qadınların da sonu nə vaxtsa mütləq qətlə yetirilənlərin siyasında olacaq. Şərəfli Azərbaycan qadınlarının əllərindən öpərək üzümü Azərbaycanın o gəzəyən, gözü orada burada olan qadınlarına tuturam. Bəsdirin bu əməlləri. Ər yedirsin, geydirsin, istədiyini alsın. Üzr istəyirəm ifadəmə görə. Kayfımı da başqasından tutum prizmasından yanaşmayın bu həyata. Cinsi tamahınız ifrat dərəcəsindədirsə, ərinizin namusunu beş paralıq etməyə dəyməz. Boşanın, azad olun, sərbəst həyat yaşayın, nə zibil yersiz yeyin. Sizi heç kəs ittiham edə bilməz, əzəb edirsiniz. Sizin də istədiyiniz kimi yaşamaq haqqınız var. Şəxsi həyat toxunulmazdır, amma ərim mənə xəyanət etdisə, mən də acıq çıxım ona xəyanət edim fikrindən daşının. Xəyanət edən qadını bilirsinizmi necə bilmək olur? Özlərinə haqq qazandırmaq üçün yaxşı kişinin arvadı gəzməz, fikrini harda gəldi demələrindən. Əslində yaxşı kişi və yaxşı qadın xəyanət etməz. Ərlərinin papağını aşsuzan edənlərədir sözüm. Əslində aşsuzan olan ərinizin papağı deyil. Sizin nəysə rəyləriniz maraqlıdır.